Bu gördüyünüz saysız hesabsız işarələr ermənilərin qurduqları müdafiə postları və səngərləridir. Bu ərazilərdə ön xəttdə, tam təmas xəttində üzbəüz bizim səngərlərlə olan ən azı 64 dənə ön post və səngər saydım. Onların hamısını işarələmişəm bütöv rəqəmlərlə 1, 2, 3, 4, 41, 42, 43, 44 və bu postların arxasında yerləşən ikinci müdafiə xətti o həmin səngərlərdən qaçış yerlərini, geri çəkilmə yerlərini hər bir postda ermənilər nəzərə alıblar. Ön postdakı, ön xəttdəki pozisiyaları bütöv ədədindən işarələmişəm. Həmin yerlərin arxa hissəsini, məsəl üçün nöqtədən sonra 22, 22, 1, 22, 2 bax belə işarələmişəm. Ermənilərin bu taktikası nədən asılıdır? Nə edirlər ermənilər müdafiə üçün? Öz ön xəttlərindən arxada bütün əraziləri minalayırlar. Hər yeri minalayırlar. Oradan ancaq geriyə bir dənə ya iki dənə çox az sayda cığırlar buraxırlar, səngərlər. İlk səngərin hücumdan qaçarsa, o özləri bu səngərlərlə geri çəkilirlər. Başqa bir mövqeyə çəkilirlər. Daha bir yüksək bir mövqeydən həm bu səngərləri, itirdikləri səngərləri atəş altında saxlayırlar, həm də bu əraziləri minalayıblar. Gələn cığır yollarını elə bir yerlərdən salırlar ki, məsəl üçün bu səngəri elə bir yerdən salıblar ki, onun qarşısında duran bir pozisiya, snayper pozisiyası, ya pulemyot pozisiyası tam bu səngərin məcburu qalıb. Bu səngərin içindən hücuma keçən əsgərləri buradan durdurmaq, hasanlıqla snayperlə öldürmək istəyirlər. Və beləcənə bütün qurduqları müdafiə xətti o şəkildə nəzərə tutulur. Baxın, məsəl üçün 25-ci işarə ilə qoyduğum post və o postun içindən keçən səngər və səngərin sonunda, yəni yenə bir atəş mövqeləri ki, bizim ordu irəli gedərsə, buradan onların qarşısı alınsın. Və bu şəkildə pillə-pillə geri çəkilmək, mümkün olduğu qədər daha çox itki vermək bizim orduya və bu şəkildə özləri geri çəkilərək itirdikləri mövqeləri də arxalarda yerləşən top və minomyot üçün qurulmuş nöqtələrdir ki, baxın burada da həmin texnikalarıdır, qraddır, raket sistemləridir. Həmin mövqeləri və daha dərində olan bizim qoşun yaxınlaşmasının qarşısını almaqdır niyyətləri. Bu gördüyünüz sarı işarələr hamısı pilləli-pilləli müdafiə xəttləridir və bu qırmızı gördüyünüz işarələr isə Füzuli şəhərinin içində yerləşən, xəritədə Hadrut yazılan şəhərin içində yerləşən silah anbarları, silah, sursat, tank, top yığdıqları yerlərdir. İnşallah qismət olarsa buraları daha dəqiqliklə görüntülərini hazırlayaram.